Bismillahirrahmanirrahim. Qardaş sual verir, deyir ki, misal üçün, deyilir ki, nelegalni, yəni qeyri-rəsmi həccə gəlmək günahdır, düzdürmü? Və hansı daha üstünləyir? Həcc, ziyarəti. Yoxsa həcci gəlb eləyirsən də və yoxsa onun günahı. Ümumiyyətlə bilirsiniz nətərdir? Yəni həcc, məqbul həcc, özü bilirsiniz də, yəni Allah Rasulullah sallallahu deyir ki, tam məqbul həcc edir, sanki sən anadan təzə olmuş kimi uşaq olursan. Yəni günahlı baxımdan. Amma bu elə deyil, gəldin belənin içində, gəzdin, getdin. Yox, belə də əlin salası var, məşəqqətləri var. Yəni səbirə ehtiyacı var. Nə deyir? Allah olsun, hətta belə cidal eləmə, kimlənsə sporlaşmadan belə, müqayisədən belə, münaqişədən qaçarsan. O da belə şərtdir orada. O cidaldır ki, təsəllim insan, düzdür, birincisi, dövlət başçısının qoyduğu, nədir? Qayda. Ki, yəni olmaz. Yəni qeyri-rəsmi girmək olmaz dövlətə. Kimdir bunu qoyan? Yəni müsəlman ölkəsinin rəhbəridir. Yəni bura hansı diyardır bu? Tövhid əhlidir bura. Yəni tövhid diyarıdır bura. İkincisi isə təsəvvür nə qədər insan var, onların haqqına girir insan. Sən insanların haqqına girirsən. Qul haqqı da bağışlanmır. Qul haqqı tövbə ilə yəni bağışlanmır. Qul haqqı yalnız o insandan halalını almalısan. Hansı bir necə halal alacaqsın? Başa düşdünüz, niyə gezdirəm ki, olmaz? Bəli? Ümrəyə yox. Ümrə özləri açıblar qapını. Yox, zaten bizim 2003-də bax sizin əlinizdə olan vizanız. Yəni icazə, ümrə icazəsi deyil. Sizdə nədir? Siyahidir. Siyahi nə deməkdir? Yəni turizm. Turist kimi gəlmişsiniz. Amma bu ölkə başçısı özü bu qapını açıbdır. Ki, cəmaat rahat gəlib gedə bilər. Var ümrə vizası, var bu. Əgər qadağa olsaydı, bizi qoymazlar girməyə. Haras, məsələn, polislər qoyardılar, sərhədlər qoyar, düzəldərlər ki, yəni yalnız ümrə vizasına girmək olur. Yəni bu şey heç ara yazılmayıbdır. Allah daha doğrusunu bilir. Ona görə baxın, yəni ibadət, yəni İslamın 5 rukunundan da düzdürmü həcc ziyarəti. Amma Allah Rasulullah sallallahu nə deyir? Deyir, in istata'te aleyhi səbilə. Əgər deyir, onun yoluna çıxmağa sənin gücün olarsa, qüdrətin olarsa, imkanın olarsa, yaxşı tutaq ki, sən bir üçündə pulun azdır. Deyirsən ki, mənim pulum azdır, mən neyim var? Mənim 2000 dollarım var, amma həccin qiyməti 6000'dir, yəni 7000'dir. Sən əlhəmdülillah yüklü deyilsən onunla. Sən onda yüklü olsan ki, sənin pulun olur əlində və səhətin olur və sənə artıq vacib olur. Amma o vaxtda kimi sənin o imkanın yoxdur əlində, vacib deyil. Necə insanlar var, məsələn, gəlir, buru bizlə rastlaşırlar. Bizim həqiqi mənada həccdə çox belə insanların üzbəyiz gəlir. Mən şəxsən, məni desəniz, mən belə avtobusuma belə elə adamları buraxmıram. Çünki mən onu necə yardım edəməliyəm? O küsür incir, eşitmirəm. Çünki bu, mən belə məsələlərə çox sərtəm. Ki, bu dövlət başçısı tərəfindən qoyulan qaydalardır. Yəni bu elə bir qaydadır ki, yəni da, bu sənin yəni ki, nədir, nə vadər eləyir? Mən də ki, qrupumda 45 nəfər olur. Mən sən gizlədim, orada aparım. Mən sizə şərik eləyim. Və yaxud da gəlir, çadara deyir ki, mən niyə yerləmirsən? Sən məni içeri tanıyırsan. Vallahi mənim öz başıma gəlir. Deyirəm, necə sənə yerliyim, qardaş? Yəni, özüm çıxım oradan, gedib mənim yerimdə oturursam, yoxsa kiminsə sənin yerində uzarım, o yazıq qazın çöllərlə günün altına, başına gün dəyə. Yəni, bunu eləməliyəm. Mən başqa nə edə bilərəm? Ona görə, həm də buna görə, yəni, nə eləmək var? Amma niyyətli olmalıyıq hər birimiz və Allahdan istəməliyik onu. Allahdan istəsək, bir görərsən ki, Allah subhanallah, genəldə səbəblərdən yapışaraq. Bir görürsən, gözləmədiyin yerdən Allah subhanallah səni ruzləndirir, gəldin. Həcc çox əzəmətli bir ibadətdir və məşəqqətlidir. Vallahi o qədər məşəqqət olur ki da, yəni ki, sən səbirləməlisən, dilini qorumalısan, gözünü qorumalısan, əlini qorumalısan, cəmaat gəlir sənin üstünə. Biri var, sən elə bir sıra bir, nədir, ziyarət üçün gəlmişsin, biri var, qrup rəhbərisən. Və üstəlik dindən biri görürsən, gedirsən, cəmaatdır, nə qədər millətdən itirilən və s. Bu çox böyükdür. O qədər yəni yorulur adam. Bir görürsən, gedirsən 3 gün oyanmasan, 3 gün oyanmasan. Bir dənə nəticə gücdən durub qarşı namazın vaxtıdır. Amma yenə nəyə gətirəm sözümü? Yenə də elə bir şey var, sonra darıxırsan, istəyirsən yenə ona. Vallahi ki. Necə ki, elə belə də, indi bizim səfərimiz Allaha sonsuz şükür olsun, biraz məşəqqətli oldu, bu xüsusən mədəniyyədə olan şey. İndi əlhəmdülillah hər bir işdə xeyir var. Sözsüz ki, səbir edənlərin mükafatı var bu işdə. Bu da bir imtihan idi Allah subhanahu ta'ala tərəfindən. Yəni olmayası bir şeydir, amma görürsünüz oldu.
Deməli, bu yazılmış qədərimizdə olmalı idi. Sadəcə burada indi imtahan etdi. Yəni, insanın nədir? İnsanın həqiqi mənada nəyi? Mən də yəni əslində sizinlə idim. Düz heç kim demir ki, məsələ ki, haqqını tələb eləməsin. Amma haqqı da tələb eləməyin tərləri var. Nəsə, Allah daha doğrusunu bilir. Allah Subhanahu hər birimizə həcc ziyarət nəsib eləsin. İndi isə